Salam, gəlin 10-cu sinifdən Unit 1-ə aid hazırladığım testlərin izahına baxaq. Deməli, birinci testimizdə anonymous, naməlum, məlum olmayan, anonim mənasını verir. Definitionlarına baxaraq, A bəndində deyir ki, very noisy. Very noisy çox səs-küylü deməkdir. Very famous çox məşhur deməkdir. Very rich çox varlı. Very brave çox cəsur mənasını verir və ən sonuncu sözümüzdə having a name that is not known or made public deyir, elə bir adı var ki, o bilinmir və ictimaiyyətdə deyil, yəni ictimai deyil. Elə bu anonymous, yəni anonim deməkdir. Bir oldu Y bəndi. İkinciyə baxırıq. Appreciate means. Appreciate dəyərləndirmək deməkdir. Value ilə sinonimdir. Baxın, to release someone's good qualities and value. Deyir ki, kiminsə bir kəsin yaxşı keyfiyyətlərini release başa düşmək və value dəyərləndirmək. Elə cavab 2-də olur B bəndi. Digər hissələrinə baxaq. Məsələn, to refuse help odur ki, köməkdən imtina eləmək. Refuse imtina eləməkdir. Onu o dəfə də demişdim. Reject. Bir də turn down sinonimdir. Üçüncü testdə C bəndində to borrow money, pul borc almaqdır. Lend money də pulu borc verməkdir. To become angry, əsəbi olmaq. To forget something-də nəyisə unutmaq deməkdir. Baxıram üçüncü testimə. Üçüncü testimizdə charity, xeyriyyə, confidence, əminlik, desire də arzu, istək deməkdir. Mənim həmişə desire deyəndə beynimə birinci nə gəlir? A strong wish. Yəni güclü bir istək, strong wish, A bəndi. Yəni həmişə desire-in definition'da a strong wish olur. Bunu yadda saxlayırsınız. Sonra baxırıq B bəndində. B bəndində an organization that helps people in need. Bax, in need ehtiyac içində olan deməkdir. Deyir ki, şirkətdir, an organization, təşkilatdır, hansı ki ehtiyac içində olan insanlara help eləyir, kömək eləyir. İndi baxırıq nəyə? Buna biz nə deyirik? Charity, xeyriyyə. Bir oldu B bəndi. Believe in your own ability, yəni sənin öz qabiliyyətinə olan belief, inamın inancına deyilir. Bu da olur əminlik. Onda bizim cavabımız olur B, C, A. Bu C da olur B bəndində. Baxırıq dördüncü testdə. Dördüncü testdə the need ianə eləmək deməkdir. Yəni pul bağışlamaq, kömək eləmək məqsədindən. To lose money pulu itirməkdir. To buy expensive things bahalı şeylər almaqdır. To travel abroad xarici səyahət eləməkdir. To hide something nəyisə gizlətməkdir. Amma D bəndində to give money, food or clothes to help others. Başqalarına kömək eləmək məqsədindən, burada to məqsədi ilə mənasını verir. Başqalarına kömək eləmək məqsədindən pul, qida və paltar vermək. Bu da oldu 4-də D bəndi. 5-ciyə baxırıq. Donation means, yəni ianənin nə mənası var? A public holiday, ictimai bayramda deyil. Və ya da tətil, bayramda. A difficult examination, çətin imtahandır. Something given to help a person or organization, bir təşkilata və ya da bir insana kömək üçün verilən bir şeyə deyilir. Bu da C bəndidir. A type of animal, heyvan növüdür. An invitation, dəvətnamədir, xeyr. 6-ya baxıram. Deməli, encourage, cəsarətləndirmək, ruhlandırmaq. Generosity, alicənablıq. Grief də qəm, kədər, möhnət deməkdir. Baxırıq A bəndində readiness to give or share, yəni paylaşmağa, verməyə hazır olmaq, yəni generosity 2A bəndidir. 2A bəndidir, yadda saxlayaq. Aha, deməli 2A-dır. Bizim orada üçüncü sözümüz səhv eləmirəmsə grief olmalı idi. Qəm, kədər. Bax, a very sad feeling. Sad ilə grief sinonimdir. 3 də oldu C bəndi. Qaldı 1. Birdəki sözümüz to give somebody confidence, kiməsə əminlik vermək, yəni encourage, cəsarətləndirmək. Bir də olur B bəndi. Bizə lazımdır B, A, C, o da olur A bəndində. Baxırıq 7-ci tezə. Inspire, ruhlandırmaq. Ruhlandırmaq nədir? Bax, to give somebody confidence or desire. Kiməsə deyir, arzu vermək, yəni belə deyək də, əminlik hissini vermək. Yəni onu ruhlandırmaq, yəni əmin olmağa, nəyəsə əmin olmağa, özünə güvənməyə üçü ruhlandırmaq. 8-ə baxırıq. 8-ci testdə kindness, mehribanlıq deməkdir. Deməli, the quality of being kind. Cavab C bəndidir. Great fear, böyük qorxudur. Bad behavior, pis davranışdır. Physical strength, fiziki gücdür. Deep sleepdir, dərin yuxudur. Heç biri deyil. Davam edirəm 9-cu testdə. Negativity means, negativlik deyir, nə mənanı verir?
Deməli, curiosity maraq deməkdir. Great happiness böyük xoşbəxtlik. Financial success maliyyə uğuru. Excellent health əla sağlamlıq. And attitude of thinking only about the bad side. Yəni sadəcə pis şeylə bağlı düşünmək yəni sadəcə bir şeyin pis tərəfini düşünməklə bağlı baxışdır. Bu da Y bəndidir. Baxırıq 10-cu testimizə. Surround əhatələnmək deməkdir. Willingly istəkli şəkildə, istəkli formada, budgetdə büdcə deməkdir. Budget büdcədirsə gəlin money olan C bəndini elə 3-ə uyğun götürək. Money available to spend. Yəni xərcləmək üçün mövcud olan, var olan pula deyilir. To have people around, things around you. Yəni ətrafında insanların və nəyinlərinsə olması, yəni əhatələnməkdir elə bu. B bəndi. Willingly də happily or without being forced. Yəni xoşbəxt bir şəkildə və yaxud da məcbur edilmədən nə isə istəmək. Willingly də A bəndidir. Oldu cavab B. O da eləyir A bəndi. 11-ci testə baxıram. Cheer up gülümsəmək deməkdir. Cheer up gülümsəməkdə to become happier or make somebody happier-dir. Xoşbəxt olmaq və kimisə xoşbəxt etmək. 13-cü testə baxaq. 12-yə baxıram. Cover the cost xərci qarşılamaq, ödəmək deməkdir. To pay for something. 12 oldu bəndi. Sonra save electricity elektrikə qənaət eləməkdir. Lose money pul itirməkdir. Hide money pulu gizlətmək. Borrow money də pul almaqdır. Baxıram 13. Uplift the spirit əhval ruhiyyəsini qaldırmaq deməkdir. Yadınızda saxlayın. Spirit əhval ruhiyyə deməkdir. Bu sözü yadda saxlayın. Uplift də qaldırmaqdır. Bax, up yüksəkdir, yuxarıdır. Lift də qaldırmaqdır. Yəni yuxarıya qaldırırsan. Spirit də ruhunu yuxarı qaldırırsan. Yəni əhval ruhiyyəni qaldırırsan. Burada da cover the cost-u necə yadda saxlayın? Cost dəyər qiymətdir elə. Cover də ötməkdir. Yəni dəyərin üzərinə örtürsən, dəyəri qarşılayırsan, dəyəri ödəyirsən. Nəysə, bu da ruhlandırmaq mənasında baxalım. A bəndində bizə deyir ki, to punish somebody, kimsə cəzalandırmaq. Punish cəzalandırmaq deməkdir, bu getdi. Disappoint somebody, kimsə məyus eləmək, bu da səhvdir. Become angry, əsəbi olmaq. Lose hope, ümid itirmək. To make somebody feel happier, kimsə daha deməli xoşbəxt hiss elətdirmək. 14-cü testimə baxıram. Speed through, ötüb keçmək, sürətlə keçmək. Bilirik ki, speed sürət deməkdir. Front line cəbhə xəttidir. Package də bağlamadır. Baxaq, something wrapped for sending or giving. Bax, wrap bükmək deməkdir. Göndərmək və yaxud da give vermək üçün nəyinsə bükülməsi. Bu olur bağlama. Move through something quickly. Bax, sürətli bir şəkildə move through, hərəkət eləmək, speed through-dur, B bəndi. The place where fighting happens. Döyüşün baş verdiyi yerə də ön cəbhə deyilir. Bu da C bəndi. Deməli, oldu cavabımız B-ca. O da oldu yenə A bəndində. Davam edirik 15-ci testdə. Volunteer'ın mənası ki, volunteer könüllü deməkdir. Yəni, without payment, ödəniş olmadan bir şəxsin work, işləməyinə deyilir. 16-cı testdə baxıram. 16-cı testdə hardship, çətinlik mənasını verir. Deməli, baxaq. A difficult and unpleasant situation, çətin və xoşa gəlməyən bir situasiyadır. Because of lack of money, food. Pul və ərzaq əksikliyinə görə. Burada baxın, lack əksiklik deməkdir. Lack of something, nəyəsə əksikliyi. Mən bunu versiyada öyrənmişdim. Because of da görə ucbatından deməkdir. Baxın, qatmırsınız. Because çünkidir. Bunu qeyd edin uşaqlar. Because çünkidir. Amma because of nəyinsə ucbatından deməkdir. İkisi də bağlayıcıdır. Because özündən sonra mübtəda xəbəri alır. Amma because of özündən sonra ismi birləşmə filan alır. Birləşmələr alır. Baxıram 17-ci sözümə. 17-də disabled əlil deməkdir. Baxın, D bəndinə yazıb ki, physically strong, yəni fiziki cəhətdən güclü olan. Bu yanlışdır. Very rich, varlı, intelligent, dərrakəli, famous, məşhurdur. Baxaq, 100%. Unable to use the part of body completely or easily because of an illness injury. Deyək ki, bir xəstəliyi və zədəyə görə, baxın, because görə, asanlıqla və tamamilə bədənin bir hissəsini işlədə bilməmək. Cavab olur onda Y bəndi. 18-ə baxıram. Deməli, burada squirrel dərə deməkdir. Vest gödəkçədir, jiletdir. Bill də hesabda qəbzdir. Baxaq, a document showing how much you owe. Deyir ki, sənin nə qədər borcun olduğunu göstərən bir sənədə deyilir. Bu oldu A, qəbzdir. Sleeveless piece of clothing deyir ki, paltarın qolsuz bir hissəsinə deyilir. Bu jiletdir. An animal with a long tail that climbs trees.
Deməli, ağaclara dırmaşan və uzun quyruğu olan heyvana da dələ deyilir. Bu da olur C bəndi. Cıba lazımdır bizə. O da A bəndindədir. Flat heeled düzdaban ayaqqabıya deyirlər. Yəni altı hündür olmayan. With no heels. Baxın bu. Dabanları olmayan no var burada. 19 C bəndidir. Girlish mənası. Girlish elə bil qız sayağı deməkdir. Like yield, yəni bu çox asandır. C bəndi oldu 20. 21-ci testə baxıram. High heeled yüksək daban ayaqqabıdır. With high heels C bəndi. Baxırıq bu növbəti uyğunlaşdırmamıza. 22-də deyir ki, slim arıqdır. Sin. Baxın, sin arıq deməkdir. B bəndi. Sin in attractive way. Yəni cəlbedici şəkildə arıq olmaq. In a way şəkildə mənasını verir. In an attractive way. Sonra teenage də yeniyetmədir. Between 13-19 17-19 years old. 13-19 yaş arasında olan adamlara deyilir. 2A well built-də yəni yaxşı cüssəli, boy puxunlu. O da olur. Having a strong body, güclü bədən olmaq C bəndi. Cavab baddır. O da eləyir yenə A bəndi. Sonra davam edelim. 23'te bumerang nədir? Bumerang yəni nəyəsə dönüb təkrarlanmasıdır. Bir də o nəsə oyun kimidir. Belə atırsan dönür, fırlanır, eyni yerə qayıdır. A curved object that returns when thrown correctly. Deyir ki, düzgün atılanda geri qayıdan şeyə deyilir. Object burada əşya mənasındadır. Found means, found əsasını qoymaqdır. To start an organization or institution. Hansısa bir universitetin və institutun və təşkilatın əsasını qoymaq. Təşkilata başlamaq. Repeat təmir eləməkdir. Hide gizlətməkdir. Lose itirməkdir. Discover something by chance da təsadüfən nəyisə kəşf etməkdir. By chance təsadüfəndir. Bunu qeyd edin. Gain əldə eləməkdir. Bu get, acquire sözündən sinonimdir. Baxın elə bəndində gradually get more of something. Yəni tədricən nəyisə əldə eləmək. Deməli, getlə sinonim oldu. Gradually də tədricən deməkdir. Cavab Adır. Sonra baxırıq 26-cı testdə. 26-cı testimizdə grateful minnətlərdə appreciative, thankful sözlərinə sinonimdir. Burada bir B bənd, bir də obliged sözündən sinonimdir. Bir B-dir. Matter vəziyyət, hal deməkdir. Having great strength or influence A bəndi. Powerful da güclüdür. Bir dəqiqə. Yox, səhv dedim. Burada matter önəmi olmaq, mənası olmaq, əhəmiyyəti olmaq mənasına istifadə olunur. Matter to be importantdır, vacib olmaq. Powerful da güclüdür. Baxın, strength burada güc var. Cavab A bəndidir. Cavab bucadır, A bəndidir. Burada deməli nəyə fikir veririk? Matter önəmi olmaq, əhəmiyyəti olmaq, mənası olmaq mənasında işlənibdir. Amma matter'nin məsələn var ki, what is the matter? Burada məsələ nədir mənasında istifadə olunur. Baxın, onu qeyd edin. What is the matter? Məsələ nədir? Baxıram, praise tərifləməkdir. 27-ci testimizdə tərifləmək, to punish someone, cəzalandırmaqdır. Complain about, şikayət eləməkdir. Ignore, yəni rədd eləməkdir. Question someone, suala cavab eləmək. Cavab C-dir. To express approval or admiration, heyranlığını və bəyənmək istəyini, bəyənməyini, yəni approvalını, approve bəyənməkdir, approval da bəyənmədir, ifadə eləmək deməkdir. Deməli, bu approve-dan yaranıbdır. Baxın, qeyd edin onu, approve, bəyənmək. Onun isim forması da al qoyub approval olubdur. Ripple effektə baxırıq. Ripple effekt elə bilin ki, dalğa effektidir. Yəni, bir şey o birisinə təsir edir, o da o birisinə təsir edir. B bəndidir. A situation in which one action causes another and continues to have effects. Yəni, deyir ki, bir hadisədir, hansı ki, biri o birisinə təsir edir və bu effektlər davam edir. Yəni, biri buna təsir edir, o ona təsir edir, bu buna təsir edir. Yəni, biri ardıcıl şəkildə, ardıcıllıq formasında gedir. Self-worth özünə dəyər deməkdir 29-da. Elə confidence in your own value, öz dəyərinə əmin olmaq, elə 29-adır. Sonra baxırıq 30-cu testdə. 30-cu testdə 30-cu testimizdə spesifik, elə spesifik deməkdir. Baxın, xüsusi deməkdir. Detailed and exact. Detallı və dəqiq. Rake leaves, yarpaqları dırmaqlamaqdır. Baxın butona. Cavab C. Gather dead leaves with a rake deyir. Dırmıqla, rake burada dırmıqdır. Dırmıq ilə ölmüş yarpaqları, yəni quru yarpaqları toplamaq. Raf da
çətin deməkdir. A bəndi difficult and unpleasant. Cavab A bəndidir. 31. To move a rake across the ground to gather dead leaves. Deyir ki, yəni torpaqda ölü yarpaqları toplamaq üçün dırmığın hərəkət etdirilməsinə deyilir. Rake leaves. 31 B bəndidir. 32-ci testimə baxıram. Which word means difficult and unpleasant deyir. Hansı sözün mənası çətin və xoşa gəlməyəndir. Rough. A bəndi. An occasion when a shop sells products at a lower price. Deyir ki, bir mağazadır hansı ki, xeyr, occasion vəziyyətdir. Harda ki, hansı ki vəziyyətlər dilim dolaşdı. Bir occasion vəziyyətdir. Nə vaxt ki, mağaza məhsulları aşağı qiymətdə satır. Buna endirim deyilir. C bəndi. 34-ə baxıram. To lift and move snow with a shovel. Deməli, bellə qarın təmizlənməsi. Shovel o qar təmizləyənə deyirlər. Shovel snowdur, C bəndidir. 35-ə baxacağam. 35-də a brother or sister, qardaş və bacıya sibling deyirik. 36-da showing what somebody really thinks or feels. Bir kəsin həqiqətən nə düşündüyünü və fikirləşdiyini göstərmək. Buna da deyirik sincere, səmimi adamlardır. The quality of showing what you really think or feel. Deyir ki, həqiqətən nə düşündüyünü və hiss etdiyini göstərmək keyfiyyətinə sincerdir, səmimilik deyilir. O sincerdir. Cavab C-dir. Everything that is around you, ətrafında olan hər bir şey, surroundings. 39-da deyir ki, very useful or important, çox vacib olana biz nə dedik? Valuable. Deməli, video dayanıb, mən izah eləmişəm, xəbərim olmayıb. Ona görə 37-dən başlayıram, harada qaldığımı bilmirəm. Deməli, 37-ci testdə nə oldu? Yəni, the quality of showing what you really think or feel. Yəni, sənin həqiqətən nə düşündüyünü və hiss etdiyini göstərmək formana nə deyilir? Sincerity. Everything that is around you. Ətrafında olan hər bir şeyə əhatə deyilir. Surroundings. Very useful or important. Çox vacib və faydalıya nə deyilir? Valuable. A place where animals. Heyvanların saxlandığı və qarşısına qalındığı yer. Animal shelter. Keçirəm 41-ci testdə. Which word means two people who are in a romantic relationship or married. Deyir ki, iki insanda hansı ki romantik bir əlaqədədir və evlidirlər. Onlara cütlük deyilir. Küçük emosiyaları göstərmək emotionaldır. A person who collects money for a charity or organization. Deyir bir şəxsdir kim ki hər hansı bir xeyriyyə və təşkilat üçün pul toplayır. Buna fundraiser deyilir. 44-cü testimdə the activity of collecting money for a charity or organization bir xeyriyyə üçün və yaxud da təşkilat üçün pul toplanma fəaliyyətinə fundraising deyilir. Və yaxud şəxsi soruşurdu. To give a talk or series of talks on a subject. Bir mövzu ilə bağlı danışmaq. Leksiya demək, cavab C bəndidir. 46-da deməli, filantropist xeyriyyəçi deməkdir. Mən bunu sizə demişdim. Hacı Zeynəb Tağıyevlə yadda saxlamışam. Gönül 6-cı sinif dərsliğində onunla bağlı bir mətin vardı. Deyir bir şəxsdir kim ki, başqalarına kömək olur və pul verir. 47-də prominent mənası məşhur deməkdir. Well known, important. Cavab belə 47-də A bəndidir. Puya kasıbdır. Burada homeless evsizdir, weak zəif və utancaq, köhnə, old fashioned köhnə, ordinary də adi sıradan. Rags to rich, yəni kasıblıqdan varlanmaq, prominent məşhur, filantropist də bilirik ki, xeyriyyəçidir. 3-də C bəndidir, başqa insanlara pulla kömək edən, vacib məşhur da, bu da olur A bəndi. Rising from poverty to great wealth, kasıblıqdan yəni var dövlətə qalxmaq, varlanmaq, ona da deyirik rags to rich. Deməli B, A, C o da olur C bəndindədir. 49-a baxıram. 49-da currently cari, hazırki deməkdir. Notice sezmək, görmək, remote da ucqar deməkdir. At the present time bu oldu. Currently, far away, far ilə uzaqdır, remote sinonimidir. A bəndi, notice də sezməkdir. To see or become aware of something, nəyəsə görmək və ya sezmək, xəbərdar olmaq. B bəndi, aware of something, nədəsə xəbərdar olmaqdır. Bunu qeyd eləyin, offla işlənir. Cavab C-badır, o da olur A bəndində. Nursing home, a place where elderly people live are cared for. Yaşlı insanların yaşadığı və qarşısına qalındığı yerə deyilir. O da yəni qocalar evi.
51-ə casual gündəlik deməkdir. Yəni rəsmi olmayan cavab Y bəndidir. Yəni gündəlik geyim məsələn, rəsmi olmayan geyim. Curious maraqlı deməkdir. Having strong desire to know something. Nəyisə bilmək üçün çox böyük bir istəyi olmaq. Feature xüsusiyyətdir. Flat heel düz taban, high heel də yüksək tabandır. Deməli, yüksək tabanı olan ayaqqabıya high heel deyirlər. Üzünün hansı bir hissəsinə deyirlər feature xüsusiyyət. Tabanı olmayan yerlərə də düz taban deyirlər. Cavab olur B, C, A, Ə bəndi. 54-ə baxıram. Knee length diz uzunluğundadır. Baxın elə cavab gedir. Long dizə qədər. Long enough to reach the knees. Slim arıq deməkdir. Sinlə sinonimdir. Cavab Y bəndidir. Bilirsiniz deyə dərinliyinə girmirəm. 56-da teenaged yetkinlik yaşına çatmış. Well built cüssəli, yəni enli kürəkdə, yəni güclü bədəni olan. Yol işte qız sayağıdır. Bu A bəndidir. Bu da olur B bəndi. Bu da yenə A bəndidir. 57-yə baxıram. Bumerang. Bumerang. A curved object returns when thrown correctly. 57 A bəndidir. Found əsasını qoymaqdır. To establish an organizational situation. Cavab D bəndidir. Deməli 58-ci testimizdə dedik ki, found əsasını qoymaq oldu D bəndi. Gain əldə eləmək getirən sinonimdə oldu C bəndi. Grateful minnətdardır. Praise tərifləmək matterdə önəmi olmaqdır. Burada B bəndidir. Thankful olan C bəndidir. Praise də A bəndidir. Cavab C-ba. O da oldu A. Baxıram 61-ci testimə. 61-də powerful güclüdür. Bu testləri biz işləmişik. Cavab D bəndidir. Ripple effekti də demişik. Situasiyada hansı ki hadisələr biri o birisinə səbəb olur. B bəndidir. Yəni qayıdıb vermişəm. Sadəcə olaraq variantlar fərqlidir. 62, 63-cü testə baxıram. Sözləri self-worth özünə dəyərli, spesifik xüsusidir, valuable da dəyərlidir. Important or useful A bəndi. Clear and exact C bəndi. Confidence də B bəndi. Cavab buca A bəndi edir. Reckless cavab C bəndidir. 65-də rough difficult sinonimdir. Tapırıq difficult-ı. Cavab Y bəndidir. 66-da sale endirimdir. Sale endirimə gəlin baxaq. Cavab C bəndidir. Shovel snow-da bax bu B bəndidir. Surround üstə əhatədir. A bəndidir. C-ba. Sonra davam edirəm. 67-də sibling bacı qardaşdır. C bəndidir 67. 68-də sincere səmimi deməkdir. Deməli cavab Y bəndidir. Deyir vicdanlı, honest. Dürüst, vicdanlı, showing truth feelings. Həqiqi hisslərini göstərən. Sonra 69-cu testə baxıram. Sinsiyativ fundraiser, fundraising. Baxaq sinsiyativ deyir bir şəxsdir. Şəxssə bax budur. Pulu toplayan şəxs. Quality of being honest. Dürüst olmağa bu B'dir. Bu da olur A. Bu cadı cavab. O da eləyir A bəndi. Animal shelter'də nədir? Heyvan sığınacağıdır. Hansı ki orada heyvanları saxlayırlar. 71-də couple-da nədir? Romantik əlaqədə olan cütlüyə deyilir. 72-də emotional, emosionaldır. Fame şöhrəti, heartwarmingdir. Ürək, yəni güc ürək açandır. Deməli showing strong feelings, make people feel happy and touched. Well noun-a baxırıq, bu B-dir. Emotional-da hisslərini göstərmək, bu C-dir. İnsanlara toxunan və xoşbəxt hiss etməkdir, ürək açandır, A-dır. C-ba. O da eləyir A bəndi. 73-ə baxaq. Give a lecture, leksiya vermək. Yəni bax D bəndi. Massive nəhəng böyük deməkdir, extremely large. Ordinary adi sıradan, orphan yetimdir, philanthropist də xeyriyyəçidir. Not usual or special, yəni A qeyri-adi və xüsusi olmayan, yəni sıradan birci. Child whose parents have died. Uşaq kiminsə uşaqdır, kim ki valideynləri ölübdür. Bu da yetimdir. Bu da xeyriyyəçidir. O da olur. Deməli A bəndi. Bir dəqiqə səhv yazdım. B bəndi. Deməli cavab oldu C, A, B. O da oldu A. Prominent məşhurdur, teyməsinin sinonimidir. B bəndidir. Secular dünyəvi deməkdir. Burada da dünyəvi odur ki, yəni din dövlətdən ayrıdır. Yəni dinlə əlaqəsi olmayan cavab Y bəndidir. Not connected with religion. Yəni dinlə əlaqəsi olmayan. Religion burada din deməkdir. Bir də var religious. Bu da dinidir.
Currently cari notis sezmək nursing home-da qocalar evidir. Deməli, gəlin baxaq. Deyəsən, bu testdə təkrardır. Current 1 B-dir, 2-də bu A-dır, bu da C-dir. Cavab B-ca olur, A bəndi. Remain to cıqardır, sinonimi fardır. Burada olmalıdır C bəndi. Admire heyran olmaqdır. Bir insana nailiyyətlərinə və keyfiyyətlərinə görə hörmət etmək. Appreciate dəyərləndirmək, anonim, confidence-də əminlik deməkdir 81-də. Gəlin baxaq. Deməli, adı olmamaq, bu anonymous-dir. Öz bacarıqlarına inamı olmaq, özünə əminlikdir. Bu da olur, onda C. Cavab olur A bəndi. Desire, strong wish. Cavab D bəndidir. Bunu bayaq sizə demişdim. 83-də encourage cəsarətləndirməkdir. Bir kəsə ümid vermək və əminlik vermək. Yəni onu ruhlandırmaq, ürəkdirək verməkdir. 84-cü testdə yenə inspire ruhlandırmaqdır. Kindness mehribanlıqdır. Grief qəm kədərdir. Baxaq, sadness. Cavab A bəndidir. Kindness B bəndidir. Bu da olur. Nə olur? C. Cıbadır. Cavab yenə A-dır. Negativity mənfi mənanı verir. Bad things. Pis şeylər gözləmək. The habit of expecting bad things. Burada package bağlama, volunteer könüllü, budget də büdcədir. Baxaq, bir də B-dir, 2-də C bəndidir, 3-də də A bəndidir. Kim ki ödənilmədən işləyir, buca. A bəndi. Baxırıq 87-yə, cheer up, gülümsəməkdir, ruhlandırmaqdır, kimisə Y bəndi. Cover the cost, pay for something, xərci qarşılamaq. Uşaqlar, deməli, testlərdə uyğunluq var. Sadəcə olaraq mən variantları dəyişmişəm ki, eybi yoxdur, eyni olsun, amma daha çox yadınızda qalsın. Çünki onun sinifdə çox əziyyət çəkirsiniz. Ona baxaq, 89-a baxaraq. 89-cu testdə bizə deyir ki, hardship, çətinlik, disabled dəlir, damnation-da iyanədir. A difficult situation, çətin situasiya. Bu oldu C. Having physical, bax budur. Fiziki və yaxud da əqli vəziyyətləri limitli şəkildə olan əlil. Donation-da başqalara kömək üçün verilən pula A bəndi deyilir. Oldu A. Donation, money or goods given help others. Digərlərinə kömək üçün verilən pul. 990 A oldu. Generosity, generous əl açıqlıqdır. Bax, başqalarla vermək və paylaşmaq istəyinin olması. Frontline, cəbhə xətti, speed through, burada move quickly. Cavab A-dır. Ruhun əhval-ruhiyyəsini qaldırmaqdır. Feel happier, daha da kimsə xoşbəxt hiss elətdirməkdir. Bu da olur B bəndi. Cəbhə xəttidir, hansı ki, orada da döyüşlər baş verir. Cavab olur A. 93-ə baxıram. Surround-un mənası əhatə olunmaq. To be all around someone or something. Yəni, əhatə deməkdir, surround həm də. Yəni, ətrafda kimlənsə, neynəsə əhatə olunmaqdır. Willingly, istəkli şəkildədir. Happily or without being forced. Yəni, xoşbəxt bir şəkildə və məcbur edilmədən. Bill, hesab, qəb, squirrel, dərə, vestə, qolsuz köynək, yəni jiletdir. 3 adı. B-dir, bu da oldu C-dir, buca. Cavab eləyir A bəndi. Found əsasını qoymaqdır. To start a company və yaxud da to establish-lə sinonimdir. To establish an organization or institution. Praise tərifləməkdir. Kimisə express admiration or approval, bəyənməsini və heyranlığını göstərmək. Bunu yenə işləyibsiz bu tip. Gain əldə eləməkdir. Get, obtain-lə sinonimdir. Bax, C. Ümumiyyətcə qeyd edeyim. Bax, gain-dir, get-dir, obtain-dir, bir də acquire. Köhnə 8-in dərsliyində vardı. 4-ün də mənası əldə etmək deməkdir, sinonimdir. Powerful, güclüdür. Bax, great strength, influence, güclü, böyük gücü və təsir olmaq. Self-worth-də özünə dəyərdir. Bu da oldu A bəndi. Cavab C, B, A bəndidir. C-ba da A bəndindədir. Heartwarming, ürək açandır. Elə adı. Bayaq işləmişik. Artıq bitməyini istəyirəm. 100-cü testimizdə make fortune, sərvət qazanmaqdır. To earn very large amount of money. Admire, heyran olmaqdır. Cavab D bəndidir. Generous, əl açıqdır. C bəndidir. 103-də charity, xeyriyyədir. Donate, iyanə vermək. Volunteer də könüllüdür. Bax, pulsuz işləyən C bəndi. Başqalarına pul vermək, kömək etmək, iyanə eləməkdir. Bu da oldu B. Cavab oldu bu ağacı. Oldu B bəndi. 104-də kindness-də.
Kindness mehribanlıq deməkdir. Hmm, budur. The quality of being friend and helpful. Appreciate'in mənası nədir? Dəyərləndirmək. Dəyərləndirmək də hardadır? To value olmalıdır, bizə lazımdır. Elə cavab D bəndidir. 106-da götürürük. Confidence, əminlik. Courage, cəsarət. 10 isə dürüstlük. Bax, dürüstlük həqiqəti deməkdir. 3 adı. Öz bacarığına inanmaq, əminlikdir B-dir. Bu da onda olur C. Cavab B, C, A bəndi. Respect, hörmət eləmək. Respect, hörmət eləmək. Cavab C bəndidir. 108-də support, kömək eləmək. Help'in, aid'in sinonimdir. Aid'dir, help'dir, support'dur, give a hand'dir, sinonimdirlər. Grateful, minnətdardır. Thankful'un sinonimidir. C bəndidir. Sonra thankful, yəni kiməsə minnətdar olmaq, kömək elədiyinə görə A bəndidir. Reward da mükafatdır. Yəni yaxşı işinə görə sənə verilən bir şey. Bu da B bəndidir. Cavab olur C, A, B. C, A, B-də. C, A, B-də Y bəndindədir. Sonra baxıram 108, 109-u dedim, 110 helpful-da köməkçildir. Ready to help hazır, digərlərinə kömək eləmək üçün hazır olan. 111-ə baxırıq. Philanthropist xeyriyyəçidir, shoemaker çəkməçidir, prominent də məşhurdur. Bax, ayaqqabıları təmir edən adama çəkməçi deyilir. Bu olur C. Bu B-dir. Variant səhv yazdım. Sonra insanlara pul verən adama kömək edən xeyriyyəçi deyirlər C. Prominent də məşhurdur, vacibdir A bəndi. Cavab olur C, A, B. O da oldu A. 112-də to go from rags to riches. Yəni kasıblıqdan varlanmaqdır da bu. Baxaq. To raise from poverty to great wealth. Kasıblıqdan varlılığa qalxmaq. Hardly, çətin, güclə deməkdir. Fortune, sərvətdir. Often də yetimdir. Bax, scarcely ilə hardly sinonimdir, C bəndidir. Fortune, large amount of money, çoxlu pul. Often də yetim, uşaqdır variantları. Valideynləri ölən adama deyilir. Bu da C bəndidir. Oldu C, A, B. Oldu cavab B bəndi. 114-cü testə baxım. Prominentin sinonimini soruşur. Prominent məşhurdur. Burada important, vacib, məşhur, lazım mənasını istifadə edə bilərsiniz. Wales var dövlət, hungry, ac, secular da dünyəvidir. Dünyəvi dinlə əlaqəsi olmayan, baxın budur, A bəndi. Hungry, acdır. Bax, qida yemək istəyən, ehtiyacı olan B bəndidir. Wales-da olur A, C bəndi. Cavab C, B, A. Oldu C bəndi. 115-də C bəndidir. Baxıram 116-cı testə. Make a living. Make a living dolanışığını təmin eləməkdir. Yəni yaşayışı üçün kifayət qədər pul olmaq. Orphan, yetimdir. 1C. Wales var dövlətdir. 2A. Prominent də məşhurdur. B bəndi. Cavab oldu C, A, B. Daha bu qədər testdən sonra bu sözləri bilməmək ayıbdır. Cavab oldu D bəndi. 118-ə baxırıq. Could hardly make a living. Yəni yaşayışını güclə təyin eləmək, yəni güclə davranmaq. Böyük çətinliklə demək olar ki, yox. Fundraising, construction, tikinti, opportunity, imkan, şans deməkdir. Bax, chance-dən sinonimdir. Bu B-dir. Build, nəyəsə tikmək, construction'dır. A bəndidir. Bu da oldu C bəndi. C, A, B. Oldu B bəndi. Fundraising-də xüsusi bir məqsədlə pulun yığılmasıdır. Maliyyə vəsaiti toplamaqdır. 120-yə baxıram. Formal education, formal təhsildir. Library, kitabxana, fortune da sərvət deməkdir. Burada deməli, bax, kitablar saxlanırsa bu kitabxana 2 olur A bəndi. Çoxlu miqdarda pul, yəni sərvət 3 olur B bəndi. Rəsmi təhsildə də olur C bəndi. Ona görə C, A, B oldu cavab A bəndi. Wealthy, varlı deməkdir. Riches-dən sinonimdir. O 122-ci testə baxıram. Childhood uşaqlıqdır. Library, kitabxana, memory-də yaddaşdır. Bax, kitabları alıb oxuduğumuz yerə books library deyirik. C bəndi. Keçmişdən xatırlanan bir şeyə yaddaş deyilir. B bəndi. Kimisə uşaq olma perioduna da uşaqlıq deyilir. A bəndi. Cavab ACB. ACB də hardadır? C bəndindədir. Truly appreciate the people around you. Appreciate-in sinonimi grateful for, minnətdar olmaq, dəyərləndirməkdir. I want to donate. Donate iyanə verməkdir. Onun sinonimi B bəndidir. Definition-ı. 125-də encourage, cəsarətləndirməkdir. Give support, kömək vermək və əminlik vermək. 126-cı testdə inspire, ruhlandırmaqdır. Encourage-lə sinonimdir.
motivate eləməkdir. Bəndi generosity əl açıqlıqdır, willingness to give, vermək istəyi olmaq. Griefin antonimi soruşur. Grief qəm-kədərdir, antonimi də xoşbəxtlikdir. B bəndi. 129-da nə deyir? Volunteers don't necessarily have the time. They just have the heart. Yəni könüllülərin təkcə vaxtı olmur, onların həm də ürəyi olur. Burada volunteeri sizdən soruşur. Baxın, people who willing help willingly. Yəni istəkli şəkildə kömək edən adamlara deyirlər. 30-da da ruhunu, əhval-ruhiyyəsini qaldırmaq, yəni D bəndidir. 31-də də make it a habit to tell people thank you. Yəni insanlara təşəkkür eləmək üçün bir vərdiş formalaşdırmaq, yəni minnətdarlığını göstərmək. Show gratitude. Gratitude minnətdarlıqdır. Good actions give strength to ourselves. Deyir, yaxşı hərəkətlər bizə güc verir, əhval-ruhiyyə verir. Deməli, strength sözünün sinonimini soruşur. Power, B bəndi. Sonra truly appreciate the people around you. Ətrafında olan insanları düzgün dəyərləndir. Appreciate'in sinonimini soruşur. Yəni value. And when I get famous, I want to donate to people. Mən deyir, məşhur olanda insanlara yana vermək istəyirəm, kömək eləmək istəyirəm. Donate'in deyir ki, burada mənası nədir? Give to people in need. Ehtiyac içində olanlara vermək. 135-ə baxıram. Surround yourself with good people who encourage and love you. Deyir, ətrafında səni cəsarətləndirən və sevən insanlarla özünü əhatə elə. Encourage-in antonimini soruşur. Encourage ruhlandırmaq, antonimdə discourage. Good actions give strength to ourselves and inspire good actions in others. Deyir, yaxşı hərəkətlər bizə güc verir və digərlərini də belə etməyə ruhlandırır. Inspire-in sinonimi motivate eləmək, A bəndi. 137-yə baxıram. Generosity and kindness always feel good to give. Deyir, əlaçılıq və mehribanlıq da həmişə verməyə elə bil ki, verərkən yaxşı hiss edirsən də. Generosity nədir? Digərlərinə vermək və paylaşmaq. Burada yenə griefin sözünü soruşur, sinonimini. O deyir, heç vaxt yaxşı hiss eləmir, həmişə qəmgin və negativdədir. Grief, sadness. Volunteers don't necessarily have the time. Könüllülərin həmişə vaxtı olmur, onların həm də qəşəng ürəyi olur. Bayaq orada var idi. İndi baxaq. Həmişə çoxlu boş vaxtı olur, səhvdir. Kömək etmir, səhvdir. Bu da not var, səhvdir. Bir dəqiqə. Burada cavab C-dir. Deyir ki, könüllülərin kifayət qədər vaxtı yoxdur, amma həmişə kömək eləmək istəyirlər. 140-a baxırıq. The best kind of help you can give another person is to uplift their spirit. Deyir, bir insana verə biləcəyin ən yaxşı hədiyyə növü, kömək növü odur ki, sən onun əhval-ruhiyyəsini qaldırasan. Burada 100% uplift the spirit soruşur. Əhval-ruhiyyəsini qaldırmaq, to make someone feel better, insanı daha da yaxşı hiss elətdirmək. O da olur A bəndi. Deməli, uşaqlar, burada bizim çoxlu təkrarlarımız oldu. Amma variantlar fərqli də olsun. Təkrar biliyin anasıdır. Variantları da buradan götürüb yoxlayarsınız, uğurlar. İnşallah ki, daha bilmədiyiniz söz qalmaz.